Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımızda Mehmet Nəşriyyatın ədəbiyyat test toplusundan Nəcəf bəy Vəzirov mövzusunda olan sualların izahına baxacaq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək indi suallara baxaq bir-bir. Deməli, birinci sual. Müsibət Fəxrəddin əsəri ilə bağlı yanlış fikir. Fəxrəddini öldürən nökər elə nökər tərəfindən öldürülür. Bəli, Əhməd Əhmədi Hacı Muradı öldürür, doğrudur. Oğlu Mahmudun öldüyünü görən Rüstəm bəy xəncərlə özünü vurmaq istəyir, səhvdir. Özünü vurmaq istəmir. O ətrafındakiler deyir ki, o xəncəri götürüb məni vur. Yəni özünü vurmaq istəmir. Başqaları buna deyir ki, məni vurur. Səhv fikir B variantıdır. 2. Bayraməli bəy obrazına aid olmayan fikirləri seçin. Bu ev tərbiyəsinin bir şəkli adlı əsərdəndir. Deməli, yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz fikri onun həyata baxışına uyğundur. Bayraməli bəy o atadır, onun 2 oğlu var və onlara verdiyi tərbiyənin uğursuz nəticəsini görürük biz əsərdə. Ona görə birinci fikir səhv fikirdir, biri götürürük. 2. Övladlarına düzgün örnək ola bilmir, bəli, düzgün örnək ola bilmir, düzdür. Danışıq ilə əməllər arasında uçurum var idi, bəli, var idi. Verdiyi tərbiyə əsərdə köhnə üsul hesab olunur, bəli, köhnə üsul hesab olunur, yeni üsula uyğunlaşa bilmirdi, o döymə ilə tərbiyə eləməyi üstün tuturdu. Övladlarını mehribanlıqla tərbiyə etməyə çalışmasa da uğur qazanır, xeyr, uğur qazanmır. Ona görə 5-də səhvdir, 1-5, yəni cavabımız olmalıdır A variantı. Üçüncü sualda obrazlardan birinin həyata baxışına uyğun fikir verilməyibdir. Baxaq görək. Deməli, ölüm əzabdan qurtuluşdur. Bəli, Səadət Fəxrəddin öləndə bunu özü üçün deyir. Doğrudur. Yaşayırsansa namusu əldən vermə, Rüstəm bəy deyir. Bəli, öz nökərləri ilə söhbət zamanı bunu deyərək gətirir. Almaniyada yaşamaq daha asandır. Şahmarın düşüncəsinə görə, bəli, Şahmar bunu Fəxrəddinə də deyir. Almaniyada yaşamaq daha asandır. Bunu beyninə işarələdim. Bunlar doğrudur. Bizdən səhvi istəyir. Sevgi insanı bəd əməllərə də sövq edə bilir. Bunu Cahangir bəy deyir. Bəli, Fəxrəddini öldürməyə çalışır. Doğrudur. Ağalar oğullarını öz kinli əməllərinə qurban verirlər. Ağalar oğullarını öz kinli əməllərinə qurban verirlər. Bu fikir aydın görür ki, Əhməd kimi bir obrazın intiqi ola bilməz. Çünki Əhməd radikal bir obraz idi, intiqam tərəfdarı idi. Bu fikri səsləndirə bilməz. Bu fikri səsləndirən Fəxrəddindir. Ona görə səhv fikir məhz E variantı olacaq. Dördüncü sualdadır ki, sual işarəsinin yerinə hansı fikir yazılmalıdır? Pəhləvan-ı Zamanə Ağakərim xan Ərdəbili, vay şələkum, mələkum, həmçində pul düşkünü Hacı Fərəc Lənətullah. Bilirsiniz bu onlar nədir? Bu əsərlərdə müəllif artıq mülkədar münasibətlərini qoyur, onlara toxunmurdu. Artıq burjua kapitalist münasibətlərinə toxunduğu əsərlər idi bunlar. A variantında deyir ki, burjua kapitalist mühitinə müraciətlə yazılmayıb, səhvdir, əksinə ora müraciətlə yazılıbdır. Neft mövzusundadır, xeyr, hamısı yox. 20-ci əsrin ortalarında yazılıb, təbii ki, xeyr, 20-ci əsrdə Nəcəf bəy Vəzirov nə gəzirdi? Xüsusən ortalarında hələ. Köhnəliklə yenilik mübarizəsi əsas konfliktdir. Xeyr, mülkədar mühitindən bəhs etmir, bəli, doğrudur. Çünki dediyim kimi artıq yeni tipli əsərlər yazır, mövzuca zənginləşir, mülkədar həyatından uzaqlaşır, daha çox burjua kapitalist münasibətlərdən həsr olunan əsərləri yazırdı. Ona görə cavabımız E variantıdır. Müsibət Fəxrəddin əsəri ilə bağlı fikirlərdən biri fərqlidir, doğru və ya yanlış olmaq baxımından. Baxaq görə elə hansı fərqlidir. Fəxrəddinin məktəbxana açdığını ilk dəfə Vəlinin dilindən eşidirik. Məktəbxana açdığını ilk dəfə Vəli deyir. Amma belə bir nüans var, belə bir maraqlı nüans var. Deyir ki, məktəbxana açdığını, azarxana açdığını Vəli dilə gətirir və Rüstəm bəy ona cavabında deyir ki, bilirəm, xəbərdaram. Yəni, Vəli əsərdə biz bunu görürük, dilə gətirən ilk obrazdır. Amma ki, Rüstəm bəy ilk dəfə ondan öyrənmir. İlk dəfə Vəlinin dilindən eşidirik. Vəlinin dilindən eşidirik. Vəli deyir, amma Rüstəm bunu ilk dəfə eşitmirdi. İlk dəfə bilmirdi. Yox, çox üzr istəyirəm. Vəli yox, Əhməd idi bunu dilə gətirən. Yəni, orada dialoq zamanı ən çox danışan obraz Əhməddir. Yəni, 2 dənə nökərdən, Vəli ilə Əhməddən. Vəli çox az danışır, əsərdə də çox da zəngin görünməyən bir obrazdır. Daha çox Əhməddir radikal olan. Əhmədlə dialoqunda bunu dilə gətirir. Vəli yox, Əhməd dilə gətirir ilk dəfə. Bu yanlış fikirdir. Cahangir bəy özünü məzuna bənzədir. Bəli, 2 dəfə özdə doğrudur bu. Sonra Fəxrəddin Almaniyadan yeni qaydanda Rüstəm bəylə barışmaq lazım olduğunu düşünür. Bəli, düşünürdü, doğrudur. Rüstəm bəy Gülbaharın düşmən qızı olduğu üçün evdən getməli olduğunu Mahmuda deyir. Bəli, amma Mahmud razılaşmır. Mələk xanım Fəxrəddindən atasının intiqamını almasını istəsə də Fəxrəddin razı olmur. Bu da doğrudur. Fərqli olan olacaq A variantı. Daha sonra 6-cı sualda
Deyir ki, Müsbət Fəxrəddin əsərindən verilən fikirləri doğru və ya yanlış olma baxımından uyğunlaşdırın. Deməli, birincisi Fəxrəddin Azərxana və məktəb açdığını ilk dəfə Əhmədin dilindən eşidirik. Bəli, Əhməd dilə gətirmişdi. Bunu biraz əvvəlki testdə dedim artıq. Fəxrəddin Almaniyada təhsil almışdı və 3 aydan az olardı ki, evinə qayıtmışdı. Bəli, bu da doğrudur. Deyir ki, 3 ay deyil ki, gəlmişəm. Bunu Gülbahar deyir, həmçinin də Fəxrəddin özü də deyir. Rüstəm bəyin intiqam planı ilə hər kəs Əhməd, Vəli, Mahmud razılaşır. Xeyr, Mahmud razılaşmır. Bu yanlışdır. Doğru, doğru, yanlış. Cavab D variantı. 7-ci sualda Səadət xanım obrazı ilə bağlı neçə fikir klasteri tamamlaya bilər? Baxaq görək. Deməli, Fəxrəddinin ölümündən sonra tezliklə ölmək istədiyini dilə gətirir. Bu yanlışdır. Deyir ki, ölüm asan olar, ona görə mən qalmalıyam və sənin işlərini davam etdirməliyəm. Bu yanlışdır və onun klasteri tamamlamaq üçün bura nə yazmalıyam? Yanlış fikirlər. Qardaşının üstündə Quran oxumağa başlayanda özündən gedib yıxılır, bəli doğrudur, deyir, qəşş eləyir. Atasının vəhşi işlərinə mane olmaq lazım olduğunu düşünür, bəli atasına kəskin etiraz eləyir. Fəxrəddin can üstü olan dayısı gildə idi. Bəli, Şahmar deyir ki, onun dayısı gildə çağırmaq lazımdır. Dramaturgiyamızda ilk maarifçi qadın surətidir. Bəli, bu da doğrudur. Dramaturgiyamızda ilk maarifçi qadın məhz Səadət hesab olunur. Səadət Hülü ilə gedəndə Fəxrəddin artıq vəfat etdiyindən onunla danışa bilmir, səhvdir. Artıq Fəxrəddin ondan danışır, dialoq da olur. Ona görə səhv fikir 5-ci fikirdir. Bizdən də say soruşduğu üçün bir dənə fikir olmalıdır. Cavab olmalıdır. E variantı. 8-ci sualda Rüstəm bəy obrazların münasibətində yanlışlığı müəyyən edin. Rüstəm bəyə obrazların münasibətində. Övladlarının münasibəti onun əməllərini dəstəkləmirlər. Bəli, doğrudur. Bizdən yanlışlığı istəyir. 1-7. Atalarının vəhşiliyinin qarşısını ala bilirlər. Xeyr, ala bilmirlər. 2 səhvdir. Fəxrəddinin münasibəti Almaniyadan yeni qaydanda düşünürdü ki, onunla barışmaq lazımdır. Bəli, doğrudur. Səadətə görə onun bütün təkliflərini qəbul etməyə hazırdır. Səadətə görə onun bütün təkliflərini qəbul etməyə hazırdır. Belə bir detal varmı əsərdə ümumiyyətlə? Belə bir fikir keçmir axı ümumiyyətlə əsərdə. Ona görə bu səhv olacaq çox güman ki, çünki belə bir fikir keçmir ümumiyyətlə əsərdə. 2-4 olmalıdır C variantı. Daha sonra 9-cu sual. 9. Müsbət Fəxrəddin və Keçənlinin son gecəsi əsəri. Bu keçmədiyimiz əsərdə əslində Anarın Keçənlinin son gecəsi əsəridir. Baxaq. Deməli bizdən nə istəyir? İkisi üçün ortaq fikri istəyir. Remarkadan istifadə olunmayıb səhvdir. Hər ikisi dram əsəridir, remarka var. Özü vəfat etsə də adı çəkilən ata obrazı yoxdur, səhvdir. Orada Qəzənfər obrazı var, burada da Heydər bəy var. Əsərin sonu faciə ilə bitir, keçən ilin son gecəsi faciə deyil, dramdır. Övladını müəyyən işi görməyə məcbur edən obraz var. Müsbət Fəxrəddində Fəxrəddini məcbur etməyə çalışan mələkdir. Digər tərəfdən Rüstəm bəy Mahmudu məcbur etməyə çalışır. Keçən ilin son gecəsində də Həmidə xanım oğlu səhv xatırlamırsam adı Rüstəm idi. Rüstəmi nişanlısı Kamilə ilə barışmağa məcbur edir. Bəli, bu ortaq fikir kimi götürülə bilər. Cavabımız olmalıdır D variantı. Onun sualda Müsbət Fəxrəddin əsərinin bədii formasına aid doğru fikirləri müəyyən eləyin. Deməli, ədəbiyyat tariximizdə ilk faciədir. Bəli, ilk faciədir. Bu doğrudur. 2. Dramatik konflikt bəzi məqamlarda zəifləsə də bu o qədər də hiss olunmur. Əsər boyu dramatik konflikt demək olar ki, zəifləmir. Bu görünür gözə aydın şəkildə. Dilinin kamilliyi, səlisliyi onun bədii təsir gücünü qat-qat artırır. Bu istənilən halda doğru fikirdir. Yəni, normal bir əsər haqqında bu fikir hər zaman doğru götürürlər. Bu heç bir halda yanlış götürülməz. Əsərdəki atalar söz məsələlər, obrazlı ifadələr, lətifələr piyesin dilinin canlı danışıq dilinə yaxınlaşdırmışdır. Səhvdir. Bax, atalar söz məsələlər var, obrazlı ifadələr, amma lətifələr yoxdur. Sadəcə lətifədən sitat var, qısa bir. O da məsəldir. Artıq lətifənin sonları axı məsələ çevrilir. Məsəldən, Dirqayış nə bilir, Kotan nə çəkir məsələn. Düzdürmü? Yəni, burada lətifələr yer almır, yoxsa yer alır? Yox, yer almır. Bu səhvdir. 1-3 cavab olmalıdır D. Hansı obraza aid yanlış fikir verilibdir? Mələk Fəxrəddini intiqama çəkməyə çalışırdı, bəli, doğrudur. Əhməd Fəxrəddini güllələri, bəli, doğrudur. Səadət ölmək istəmir, çünki bunu əziyyətdən qurtuluş hesab edir. Bəli, bunu da dilə gətirir, doğrudur. Şahmar qardaşı ilə eyni dünya görüşünə sahib deyil, bəli, fərqli idi. Doğrudur. Gülbahar Mahmudun yaralandığını eşidib evə qayıdır. Xeyr, Gülbahar evə filan qayıtmır. Cavabımız olacaq E variantı. 12-ci sualda hansı obrazın adını yalnız bir sual işarəsinin yerinə yazmaq olar? Obrazları götürəcəyik, bu fikirlər üzrə tək-tək yoxlayacağıq. Deməli, A variantı Fəxrəddini götürək.
Ə, Atası Rüstəm bəy tərəfindən öldürülübdür. Bəli, doğrudur. Səadəti sevir. Bəli, doğrudur. Səadətin təklifi ilə öz evlərinə qayıdır. Xeyr. Əsərin sonuna yaxın həbs olunur. Xeyr. Bizə nə lazımdır? Bir sual işarəsini yerinə yazılsın. Bu ikisinə yazıldı, getdi. Şahmar, atası Rüstəm bəy tərəfindən öldürtdürülübdür. Bəli, doğrudur. Bu doğrudur. Daha sonra Səadəti sevir. Səadəti sevir. Bunu nə götürək? Səadətə düşmən deyildi. Sevir deyə bilərikmi? Bu biraz tərəddüdlü fikirdir. Minus qoyaq buna. Səadətin təklifi evlərinə qayıdır. Buna da minus qoyaq. Əsərin sonuna yaxın həbs olunur. Xeyr, Şahmar həbs olunmur. Buna da minus. Bir dənə fikir uyğun gəldimi? Gəldi. Cavabımız Şahmar bəy olmalıdır. B variantı olmalıdır. Yenə də ehtiyata digər variantlara bir göz gəzdirirəm. Cahangir atası Rüstəm bəy tərəfindən öldürtdürüb. Xeyr. Səadəti sevir. Bəli. Evlərinə qayıdır. Xeyr. Həbs olunur. Bəli. Burada ikisi uyğun gəldi məsələn. Yəni, qısası cavabımız B variantı olmalıdır. Yalnız birinci fikir Şahmara aiddir. Digər fikirlər Şahmara aid deyil. 13-cü sualda klasteri verilən fikri nəzərə alaraq tamamlayır. Deməli, bir güllə bahar olmaz qənaətinə gəlir. Bu Fəxrəddindir. Deməli, bura Fəxrəddinə aid bir fikir. Burada ikinci bir fikir yazmalıyıq. Təbii ki, Fəxrəddin yazırıq birə. A getdi. D də getdi. Bura isə dediyimiz kimi Fəxrəddinə aid bir dənə doğru fikir yazırıq. Əsər boyu əlinə silah almır, səhvdir. Fəxrəddin əlinə silah alır, Şahmarla söhbət eləyir. Sonra Cahangirin gülləsinə tuş gəlir, Fəxrəddin Əhməd tərəfindən öldürülür. Ölüm ayağında düşmənin bağışlanmağını istəyir. Bəli, doğrudur. Cavabımız olmalıdır E variantı. Daha sonra müsbət Fəxrəddin əsərinə əsasən uyğunluğu müəyyənləşdirin, əsərin mövzusunu, ideyasını və problemini axtarırıq. Axtaraq, baxaq görək. Deməli, mədəni inqilab siyasətindən bəhs edir. Mədəni inqilab siyasətindən, xeyr, bu əsərdə mədəni inqilabdan danışılmır. Yəni, A variantı heç birinə yazılamayacaq. Sonra B variantı nadanlıq və cəhalətə qarşı mübarizə, azadlıq, humanizm uğrunda mübarizədir. Hə, bu B ideyadır. Əsərin ideyasına uyğun gəlir. B variantını götürdüyü qoyduq ideya. C variantı cəmiyyətdə nadanlıq və özbaşınalığın tüğyan etməsi bu problemdir. Avtomatik mən bunu apardım, qoydum problemə. Deməli, D variantı yeni yaranan mütərəqqi qüvvələrin çətinliklərlə üzləşmələri adı üstündə çətinliklərlə üzləşir, bu problemdir. Bunu qoyduq problemə. Sonra E variantı əsərdə Nəcəf bəy Vəzirovun nadanlıq və cəhalətin ifşası ilə bağlı mütərəqqi fikirləri əksini tapıbdır. Bu da mövzudur. E variantda getdi mövzuya. Deməli, 1-ə E, 2-yə Bakı, 3-ə C, D. O da oldu cavabımız A variantı. Daha sonra 15-ci sualdır ki, Rüstəm bəyin mənfi cəhətləri çoxdur, amma nöqtələri qoyubdur ki, onu ziddiyyətli obraz kimi səciyyələndirməyə əsas verir. Rüstəm bəy ziddiyyətli obraz idi. Nə üçün? Onu axtarırıq. 1. Nökərlərinə övladı kimi yanaşırdı. Bəli, doğrudur. 1. 2. Oğlunun qanını yerdə qoymaq istəməməsi bu onun yəni yaxşı olduğunu, ziddiyyətli olduğunu göstərmir. Bu onun mənfi olduğunu göstərir. Öz günahını çox tez dərk etməsi xeyr. Gec dərk edir. Oğlu ölür, dərk edir. Səadət xanımın oxutdurması, bəli, razılaşmaq olar, bu doğrudur, onun oxumağına icazə verir. Mahmudun ölümündən sarsılması, bunu da hardasa düşünmək olar ki, ziddiyyətli obraz kimi qələmə vermək üçün. 1 olsun, 4 olsun, 5 cavab olar C variantı. 16-cı sualda müsbət Fəxrəddin əsərindədir ki, obrazların müqayisəsində uyğun fikirləri seçin. Baxırıq, Rüstəm bəylə Mələk xanımın ortaq və fərqli cəhətlərini axtarırıq. Deməli, 1. İntiqam hissi ilə alışıb yanır, ortaqdır. Övladın intiqam davasını çəkir, ortaqdır. Nökərlərinə övladı kimi davranır, bu Mələk xanım yox, Rüstəm bəydir. Həyat yoldaşını yada salıb kədərlənir, demək olar, bəli, Mələk xanım Heydər bəy yada salıb kədərlənir, doğrudur. Köhnə fikirlidir, bəli, ortaqdır, doğrudur. Oğlunun səadətlə ailə qurmasına qarşıdır, belə bir detal yoxdur əsərdə. 4-5 cavab C variantı. C variantı. 17-ci sualda verilən obrazlar həyata baxışlarının eyniliyi baxımından sıralanmışdır. Uyğunluğun pozulduğu variantı seçin. Fəxrəddinlə Səadət bəli oxşar həyat dünya görüşünə sahib idilər. Rüstəmlə də Mələk həmçinin. Əhmədlə Vəli də bəli, bunlar da həmçinin. Şahmardan Fəxrəddin xeyr, bunlar tam fərqli düşüncəyə sahib idilər. Cavabımız olmalıdır
D variantı. 17-ci sualda adı var, özü yox əsərində olduğu kimi yağışdan çıxdıq, yağmura düşmüş, düşdük əsərində də. Yəni A variantda deyir ki, yalnız mənfi obrazlar yer alır. Təbii ki, bu səhvdir. Yalnız mənfi obrazlar yer alır deyə bilmərik. Mülkədar həyat obrazı yoxdur, səhvdir. Əsasən mülkədar həyatından bəhs eləyirdi bu əsərlər. Zalımlarla məzlumlar arasında çarpışma özünü qabarıq şəkildə göstərir. Bəli, elədir ki, var. Bu doğrudur. C variantı. 20-ci əsrin problemləri əks etdirilibdir. Xeyr, 20-ci əsrdən əvvəlki, yəni 19 və daha əvvəlki illərin problemləri var. Müəllifin kapitalist mühitinə münasibəti əksini tapıb. Bu səhvdir. Bu əsərdən sonrakı əsərlərdə kapitalist münasibət əsərləri yazıbdır. Ona görə bu da səhv olur. Cavabımız olmalıdır C variantı. Daha sonra 19-cu sualda Müsibət Fəxrəddin əsərindən verilən hadisələrdən doğru olanların ardıcıllığını müəyyən edin. Birinci, bunlardan doğru olanları seçək. Ondan sonra ardıcıllığına baxarıq. Bir, Cahangirin öz-özünə danışarkən səadəti sevdiyi bəlli olması, bəli, bu doğrudur. Deməli, birdir. Fərhadın Məhərrəmin Fəxrəddini güllələməsinin qarşısını alması, əksinə Məhərrəm Fərhadın qarşısını alır. Bu səhvdir. Mahmudun öldüyünü görən Rüstəm bəyin özünü xəncərlə vurmağa çalışması, bu da səhvdir. Özünü xəncərlə vurmağa çalışmır, ətrafındakı insanlara deyir ki, məni xəncərlə vurun. 2 də səhvdir. 4. Doğrusu 3 də səhvdir. 4. Gülbaharın Hürü nənə ilə evlərinə yola salınması, bəli, bu doğrudur. Bu var əsərdə. Səadət yola salır. Səadətin çobandan qırğın düşdüyünü öyrənməsi, bəli, bu da doğrudur. Deməli, 1 ilə başlayırıq. 1-dir, sonra çobandan qırğın olduğunu öyrənir, ondan sonra da yola salır. 1-dir, 5-dir, 4-dür, yəni cavab olmalıdır B variantı. 20-ci sualda əsərdə hansı yoxdur? Müsibət Fəxrəddində deyir ki, bunlardan hansı yoxdur? Deməli, qaibdən gələn səsin şeir səsləndirməsi əsərin sonunda var bu. Səadətin atasının planları barədə Fəxrəddini xəbərdar etməsi, bəli, Hürü nənəni göndərir ki, xəbərdar eləsin. Rüstəm bəyin Gülbaharın evdən göndərilməsini istəməsi əsərin əvvəlində Mahmuddan istəyir. Fəxrəddinin cəmiyyəti düşdüyü vəziyyəti düzgün dəyərləndirməsi, bəli, öz-özünə danışanda dəyərləndirmə aparır. Bu da var. Hacı Muradın Əhmədi öldürə bilməməsi səhvdir. Hacı Murad Əhmədi öldürür və deyir ki, həmin adamı cəhənnəmə göndərdim. 20-ci sualda Müsbət Fəxrəddin əsərinin təhlilinə aid olan fikirləri müəyyən edin. Deməli, birincisi, aid olduğu ədəbi növün ilk nümunəsidir. Aid olduğu ədəbi növ dramatik növdür. Dramatik növündə ilk nümunəsi sayılmır. Səhvdir. Əsərin süjet xəttini kəskin ziddiyyət, mütərəqqi və mürtəci qüvvələrin mübarizəsi təşkil edir. Bəli, təbii ki, doğrudur. 2-ni götürürəm. 3. Fəxrəddin bəy, Məhmud bəy faciələr yaşayan insanların ümumiləşmiş surətləridir. Bəli, onlar insanları ümumiləşdirmişdilər. Elədir ki, var. Fəxrəddin həm elə bil ki, xarakterdir, həm də ki, tipdir. Bu faciələrlə üzləşən insanların tipi, həmçinin də onlara qarşı çıxan insanların da xarakteridir. Fəxrəddin bəyin anası Mələk xanım, qardaşı Şahmar bəy, nişanlısı Səadət xanım cəhalətin hökm sürdüyü mühitin nümayəndələridir. Deməli, bu səhv götürülə bilər. Çünki Səadət onun nişanlısı deyildi, sadəcə istəklisi idi. Yəni, onların rəsmi şəkildə nişanlı olduğu əsərdə göstərilmir. Ona görə bu çox güman ki, səhv olar. Fəxrəddin bəy anası Mələk xanım, qardaşı Şahmar bəy, nişanlısı Səadət xanım, yəni nişanlısı deyildi. İstəklisi idi, amma nişanlı idi deyə bilmərik, ona görə bunu səhv götürürəm. 5. Rüstəm bəy ziddiyyətli obrazdır, düzdür. Onun ziddiyyətli obraz olması elə öz nitqi ilə aydınlaşır. Bəli, o nökərlərinə yaxşı davranır. Yəni bu onun yaxşı olduğuna, yəni ziddiyyətli olduğuna dəlalət eləyir. Cavab olmalıdır 2, 3, 5. Ana D variantı. Daha sonra 22-ci sualda Müsibət Fəxrəddin əsərinə əsasən cədvəldən uyğunluğu müəyyən eləyin. Fikirlər verilibdir və ya nitqlər verilibdir. Onlardan da kimə aid olduğu göstərilibdir. Baxaq görə elə kimə aiddir. Deməli, baxaq. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq o yaxşıdır. Bu Fəxrəddinin yox, Cahangirin sözüdür. Səhvdir. Keçəl, şeytanın ağlına gəlməyən iş sənin ağlına gəldi. Bunu Fərhad deyir Məhərrəmə, nərdivan gətirmək məsələsidir. Doğrudur. Mən necə fikir etməyim ki, Rüstəm bəy evini eləyib bir əlçatmaz qala. Əlçatmaz qala Cahangir bəy demir. Cahangir bəy deyir ki, Qars qalası eləyibdir. Əlçatmaz qala eləyib deyən Fərhad olmalıdır. Ona görə bunu səhv götürürəm. 4. Gecə-gündüz yuxusuz, hər bir saatda gözləyirik. Ha, budur, evimizi yodlayacaqlar, gülləbaran edəcəklər. Bunu Fəxrəddin deyir, bura Şahmar yazıblar. Ürəyin incidimi, qardaş? O güllə mənim sağ gözümə dəyəydi. Bunu Şahmar deyir, bəli, dilə gətirir. Fəxrəddin vurulandan sonra 5 ilə götürürük. Cavabımız olmalıdır 2, 5, yəni A variantı. Daha sonra
23-cü sual. Hansı əsərə aid fikir verilməyibdir? Görürük ki, burada fikirlər vardır və bu fikirlərin aid olduğu əsərləri uyğunlaşdırır. Özündə müəyyən yenilikləri daşıyır, bu müsbət Fəxrəddindir. İnsanlar arasındakı münasibətlərin dramatizmi əks olunubdur, bu keçmişdə qaçaqlardır. Saxtakar burjuaziyalıları tənqid hədəfinə çevrilib, bu adı və özü yox əsərinə aiddir. Ümumiyyətlə təkcə adı və özü yox, yəni bu əsər yox, bununla paralel olaraq daldan atılan daş topuğa dəyər, yağmış, yağışdan çıxdıq, yağmura düşdük. Bu əsərlər üçün də ortaq fikirdir bu. Sonra köhnə tərbiyə üsulu tənqid edib, bu da ev tərbiyəsinin bir şəkli əsərindədir. Yerdə qaldı ev variantı Ağakərim xan Ərdəbili. 24-cü sualda Səadət xanım ilk obrazına əsasən doğru fikirləri müəyyən eləyin. Eləyək. Deməli, 1. Dramaturgiyamızda ilk maarifçi qadın obrazıdır, doğrudur. Bu qəbul olunur. 2. Təhkiyə əsasında yazılmış əsərdə baş qəhrəmanlardandır, səhvdir. Əsər təhkiyə əsasında yazılmamışdır, göstərmə əsasında qələmə alınıbdır. Fəxrəddindən sonra ona sadiq qalacağını söyləyir. Bəli, deyir ki, ömrüm boyu sənə sadiq qalacağam, doğrudur. Ailələr arasında düşmənçilik olsa da Fəxrəddindən ayrılmır. Bəli, Fəxrəddini sevirdi. Elədir ki, var, bu doğrudur. Qardaşının başına gələnlər onu çox təsirləndirir, özünü öldürməyə cəhd edir. Xeyr, özünü öldürməyə cəhd etmir. Cavab 1, 3, 4, yəni A variantı olmalıdır. 25-ci sualda Müsibət Fəxrəddin əsərinə əsasən klasteri tamamlayın. Verilən fikrin doğru yoxsa yanlış olduğuna baxaq əvvəlcə. Deməli, ədəbiyyatımızda ilk nəzmlə yazılan faciədir. Təbii ki, yanlışdır. Təbii ki, yanlışdır. Deməli, mən bura 2 dənə yanlış fikir seçməliyəm. Səadət xanım Fəxrəddindən sonra yaşamağın mənasız olduğunu düşünür, amma deyir ki, yaşamaq mənasız olsa da mən yaşayacağam və davam etdirəcəm. Yəni bu doğru götürülər çox güman ki, buna toxunmayaq ya da ehtiyata saxlayaq. Məncə bu doğrudur. Çünki deyir ki, mənasız olsa da mən ölüm qurtuluş olardı. Ona görə yaşayacağam. Fəxrəddin deyir ki, belə ömür etməkdənsə ölüb qurtarmaq yaxşıdır. Bunu Fəxrəddin demir, bunu deyən Cahangir bəydir. Fərhad düşünür ki, insan gərək dərdinə dərman axtarsın, tapa bilməsə dözsün, əks halda gedib ölsün. Deyir ki, əks halda gedib başına çatı salsın. Belə bir detal olmalıdır. Bəli, elədir ki, var. Bu fikir əsərdə keçir. Həqiqətən də belə bir fikir var. Amma bu fikri səsləndirən Fərhad deyil. Bu fikri dilə gətirən Məhərrəmdir. Bu da səhvdir. Ona görə 3-ü də götürürəm. 4. Fəxrəddin Rüstəm bəylə münasibət düzəltmək fikrində idi. Bəli, bu da doğrudur. 2-3 cavabımız olmalıdır. B variantı. 26-cı sualda müsbət Fəxrəddin əsərinin təhlilinə aid olan fikri seçin. Deməli, A variantı hadisələr zaman və məkan etibarilə dəyişdirilmişdir. Yox, səhvdir. Mütləqiyyət üsul idarəsinin cahilliyin tənqidinə yer verilir. Cahilliyin tənqidini tamam görürük, amma ki, mütləqiyyət üsul idarəsində danışılırmı? Xeyr. Tərəqqiyə mane ola biləcək məqamlar ümumiləşdirilir. Bəli, bu doğrudur. Tərəqqiyə, inkişafa mane olacaq məqamlar, cahillik, nadanlıq, insafsızlıq və s. bu tip məqamlar ümumiləşdirilir və bir adı altında birləşdirilir. Doğrudur. C variantı bizim cavabımız olmalıdır. 27-ci sualda Nəcəf bəy Vəzirovun müsibət Fəxrəddin faciəsinə aid olan fikri müəyyən edin. Fikir və uyğunluq. Rəşidimin yadigarı deyər, Rüstəm bəy oğlu Mahmudu nəzərdə tutur, yanlışdır. Nökərləri nəzərdə tuturdu. A variantını sildik. Daha sonra B variantı. Deyir ki, Fəxrəddinin gəldiyi 3 ay olsa da, bacısı hələ onu görməyib. Bu doğru olsa, bacısı görməyibdir. Gülbahar deyir ki, mən hələ altı qardaşımı görməmişəm. Bu doğru olsun. Sonra Fəxrəddin bəy düşünür ki, onu səadətdən yalnız əcəl ayırar. Bəli, bu doğrudur. Qabağına doğru yazılıbdır. Cavab olmalıdır C variantı. Burada biraz B variantı qüsurludur. 3 ay deyil. Çünki əsər deyir ki, 3 ay deyildir ki, gəlibdir. Yəni bu daha çox yanlışı xatırladır. 3 ay olsa da deyir. Amma biz görürük ki, Fəxrəddin bəy özü də deyir ki, 3 ay deyil ki, gəlmişəm. Həmçinin Gülbahar da qardaş haqqında danışan deyir ki, 3 ay deyil ki, gəlib, mən onu görməmişəm amma. C variantı 100% dəqiqdir. Bu sadəcə çox demək ki, burada qismən də olsa texniki xəta var. Cavab olmalıdır C variantı. Daha sonra baxaq 28-ci suala. 28-ci sualda deyir ki, müsbət Fəxrəddin faciəsinin məzmunu əsasən doğru fikirlərin sayını tapın. Deməli, əsərdə şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə olunmuşdur. Bəli, təbii ki, doğrudur. Atalar sözləri, məsələlər var. Cəhalət, nadanlıq tənqid edilir, humanizm təbliğ olunur, doğrudur. Remarka hissəsində müəllif təhkiyəsindən aydınlaşır ki, tüfəng səsi eşidilən kimi Fəxrəddin otaqdakı şamı söndürür, Məhərrəm və Fərhad qaçır.
Sonra remarka hissəsində görürük ki, burada müəllif həqiqətən təhlükəsində orada görürük ki, güllə səsindən sonra Fəxrəddin şamı söndürür və Məhərrəmlə Fərhad qaçırlar. Amma belə bir detal diqqətinizi çatdıracağam ki, bu məzmuna daxil olan detal deyil. Çünki hadisələr, obrazların danışığı, nitqi, remarka isə sadəcə orada fonu təsvir edən bir detaldır. Bu da məzmun kimi qələmə verilməsi qismən doğru olmaz. Ona görə bunu bir ehtiyat saxlayıram. Atası ilə olan dialoqunda Səadət onun əlindən canını qurtarmaq üçün özünə ölüm istəyir. Bəli, doğrudur. Atasına da deyir. Atası olmayanda da deyir. Atası da deyir ki, atası Mahmudu gətirəndə yaralı Mahmudu deyir ki, sənin əlindən Allah mənə ölüm versin. Belə bir fikri doğrudan da özünə qarğış elədiyini biz görürük. Səadətin deməli 4-cü fikri 100% doğrudur. 5 Fəxrəddin mütərəqqi ideyalara yaşayır, doğrudur. Dövrün asudə qaydalarına qarşı çıxırdı. Səhv. Dövrün qaydaları asudə, azad qaydaları idi. Xeyr. Ona görə 5-ci fikir səhvdir. Burada çox güman ki, 3 dənə fikir doğru götürüləcək. Bu dediyim məsələndə remarka məsələsini məzmuna daxil eləməyiblər böyük ehtimal. Mən elə düşünürəm. 3 dənə C-ni cavaba götürürəm. 29-cu sualda Venn diaqramına əsasən doğru fikirləri seçin. Müsbət Fəxrəddinlə Axundzadənin, Müsyo Jordan əsərlərinin müqayisəsini görürük. Baxaq. Əsərin janr xüsusiyyətləri ilə bağlı ədəbiyyatımızda ilk imza atılmışdır. Müsbət Fəxrəddin bəlkə ədəbiyyatımızda ilk faciə idi. Biri götürürük. 2. Mənsur dram olan bu əsərdə Müsbət Fəxrəddin dram deyildi, səhvdir. Deməli, ikincisi sildik. Üçüncüsü, əsərdə mütərəqqi görüş sahibi olan obraz əsərin sonunda arzusuna çatmır. Doğrudur, hər iki əsərdə mütərəqqi görüş sahibi olan obraz arzusuna çatmır. Orada Şahbaz bəy ilə Müsyo Jordan öz istəyinə çatmır. Burada isə Fəxrəddin. Konfliktin mənfi qütbünün nitqi ilə onun necə bacarıqsız, qabiliyyətsiz olduğu aydınlaşır. Müsbət Fəxrəddində qabiliyyətsiz, bacarıqsız deyildi. Yəni o özünə qürur saydığı nə idi? İnsan öldürmək və o sahədə kifayət qədər bacarıqlı idi Rüstəm bəy. Daha sonra xaricdə təhsil almağın faydaları qabardılan əsərdəki obrazlardan biri xaricdə təhsil alıb vətənə dönür. Xaricdə təhsil alıb vətənə dönür. Müsyo Jordanda xaricdə təhsil alıb vətənə dönən obraz yoxdur. Bu Müsbət Fəxrəddində var. Getdi. 6 qadın obrazlarının içərisində mütərəqqi görüşdə olanı yoxdur. Bunu aid edib Müsyo Jordana. Bəli, Müsyo Jordanda doğrudan da qadın obrazları mütərəqqi görüşdə deyildi. Altında götürəm. Cavab olmalıdır 1-3-6. Yəni B variantı. Daha sonra 30-cu sualda Müsbət Fəxrəddin faciəsinin məzmununa əsasən doğru fikri müəyyən edin. Rüstəm bəy qisas hissi qan davası ilə yaşadığı üçün Fəxrəddin bəyi öldürür. Rüstəm bəy öldürür. Ölür Fəxrəddin, amma Rüstəm bəy özü öldürmür. Öldürtdürür bir növ. Əhməd öldürür də qisası. Əhməd öldürür, ona görə bu səhv olacaq. Rüstəm bəy özü öldürə bilmir çünki. Əyanı göstərmənin olduğu əsər dram janrlı əsərlərdən fərqli olaraq ciddi münaqişə üzərində qurulubdur. Əyanı göstərmədir. Bəli, dram janrından fərqli xüsusiyyət deyil. Doğrudan da dram janrında da burada da ciddi münaqişələr öz əksini tapır. Yəni əslində oxşar cəhətdir. Sadəcə fərq odur ki, sonludur. Fərq sondadır. Dramda mütərəqqi ideyalar qalib gəlirsə, burada sonda mütərəqqi ideyalar məğlub olur. Yəni hər ikisində əslində konflikt ciddi münaqişə üzərində qurulur. Sadəcə sonluqları fərqli olur. Yəni ona görə B variantı doğru deyil. B variantını da sildik. Daha sonra C variantı Rüstəm bəyi daha yaxşı tanıtmaq üçün onun nitqində artıq sözlərə yer verilmişdir. Artıq sözlərə yer verilmişdir. Bu nəyi nəzərdə tutur? Kobud ifadələr deyirsə bu deyil, səhvdir. Şahmar bəy anası Mələk xanımdan fərqli olaraq öz dövrünün fikirlərinin daşıyıcısı deyildi. Səhvdir, hər ikisi öz dövrünün xarakterik obrazlarıdır. Konfliktin müsbət qismini təmsil edən obrazın gələcək yönümlü planları var. Bu Fəxrəddindir. Fəxrəddinin gələcəyə bağlı planları var. Deyir ki, bağ böyüyəcək, öz xərclərini qarşılayacaq və s. və s. Səadətlə bağlı gələcəyini arzulayır, gözünün qabağına gətirir. Doğrudur. E variantı bizim cavabımız olmalıdır. Bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.